Yeni iş yerləri açılmalıdır. Gənclər çətinlik çəkir. Bu çağırışı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev məhz plenar iclasda səsləndirib. Gündəm xəbərin efirində Müsavat.com-a istinadən bir xəbər diqqətinizə çatdırırıq. Qeyd eləyək ki, bugün fevralın 10-udur. Bəli, Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Amerikanın vitse-prezidenti D. Vance'ın Azərbaycana başlayan səfərindən danışıb. Qeyd eləyək ki, D. Vance ötən gün məhz Ermənistanda səfərdə idi və Ermənistanın baş naziri Nikol Paşinyanla şəxsən görüşmüşdü. Bəli, Müsavat.com bu barədə bildirir ki, deputat bütün xalqımızın bu səfərinin uğurlu olacağını, Amerika ilə Azərbaycan arasında münasibətlər baxımından uğurlu olacağını arzuladığını, münasibətlərin dünən Azərbaycan prezidentinin Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşündə dediyi kimi fantastik bir dövrə qədəm qoyacağına ümidlər var. Qüdrət Həsənquliyev bildirib ki, 23 aprel 2025-ci ildə biz Çinlə strateji tərəfdaşlıq haqqında Pekində saziş imzaladıq. O zaman da rəsmi təbliğatın təsiri altında insanlarımızda ümid yaranmışdı ki, Çin tərəfindən ölkəmizə böyük investisiya qoyulacaq. Çox təəssüf ki, bu ümidlər tam mənada özünü doğrultmadı. İndi ümid eləyək ki, Ermənistana 9 milyard dollar investisiya yatıran Amerika Azərbaycana da heç olmasa bir neçə milyardlıq investisiya yatıracaq. Dünən Ticarət Palatasının nümayəndələri ilə görüşdə Azərbaycan prezidenti çox mühüm bir bəyanatla da çıxış elədi. Qeyd elədi ki, Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanı olacaq. Azərbaycanda bir çox sahələrə ciddi investisiya qoyuluşunda ehtiyac var. Bunlardan birincisi kənd təsərrüfatıdır. Baxmayaraq ki, biz işğala son qoymaqla təqribən 147-200 min hektar torpaq sahəsini yenidən vətəndaşlarımızın, fermerlərin istifadəsinə qaytarmışıq. Amma 2023-cü ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında artım 3,1% olubsa, 2024-cü ildə bu 1,5%, 2025-ci ildə isə 0,9% olub. Yəni bu azalma əhəmiyyətli səviyyədə davam edir və idxalın həcmi isə ildən ilə artır. Ona görə də kənd təsərrüfatına investisiya qoymaq lazımdır və yaxşı olar ki, biz həm də bu sahəni idarə edə biləcək mütəxəssisləri Amerikadan ölkəmizə dəvət eləyək. Onlar bu sahədə kök salmış korrupsiya və digər neqativ halları da aradan qaldırsınlar. Deputat digər məsələlərdən də bəhs edib. Ölkəmizdə maşınqayırmanın və yüngül sənayinin inkişafına investisiya qoyulmalıdır. Yalnız energetika sektoruna deyil, ölkəmizdə yeni iş yerlərinin açılmasına çox böyük ehtiyac var. İnsanlarımız, xüsusilə də gənclər iş tapmaqda ciddi problemlərlə üzləşirlər. Hər halda hesab eləyirəm ki, D-Vance'in Azərbaycana səfəri ölkəmiz üçün uğurlu olacaq və ölkəmiz bundan da faydalanmış olacaq deyə Qüdrət Həsənquliyev plenar iclasda çıxışı zamanı bildirib.